Hər vaxtınız xeyir əzizlərim. Hər birinizi xoş gördük kanalımda. Bugün dərsimiz Antarktidanın relyefi nə ilə fərqlənir mövzusu olacaq. Antarktida qitəsi. Bu arada ilk öncə bütün şagirdlərimə, bütün izləyicilərimə salamlarımı göndərirəm. Bugün izləyici adı paylaşmamışam. Salamları yığmaq üçün bir yerə, təbii ki, onlara vaxt lazımdır. Ona bugün vaxt ayıra bilməmişəm, üzrlə hesab edin. Amma buradan bütün izləyicilərimə, bütün məni sevənlərə sevgimi, saygımı göndərirəm. Hər birinizi çox sevirəm. Hər birinizi buradan salamlayıram. Gəlin dərsimizə keçək. Antarktida məncə bu birinci hissə 7-ci sinif, o qədər birinci hissə test toplusu demişəm, ağzımda belə qalıb. Birinci hissə 7-ci sinif birinci hissə kitabının ən sonuncu dərsidir, səhv eləmirəmsə. Antarktida qitəsi digər qitələrdən fərqlənir. Fərqli odur ki, Cənub qütb dairəsi olan Antarktidada yerləşir. Cənub qütb vilayəti olan Antarktidada yerləşir. Antarktikada yerləşir daha doğrusu. Antarktida materikli qitədir, amma Antarktika yəni Cənub qütb vilayəti adlanır. Antarktida səthi buzla örtülmüş qitədir. Günbəz formasında olan buz qatının orta qalınlığı 2000 metrdən çoxdur. Təsəvvür edin ki, 2 kilometrdən qalın buz qatı var Antarktidada və onun altında müxtəlif dağlar, çökəkliklər, düzənliklər var ki, bu sahəni artıq biz görə bilmirik. Hər biri buzun altında, qalın qar təbəqəsinin, buz təbəqəsinin altında gizlənir. Burada hətta aktiv vulkanlara da rast gəlinir. Deməli, burada nə öyrəndik? Antarktida digər qitələrdən fərqi oldu ki, cənubda yerləşir, qütb dairəsində yerləşir, Antarktikada yerləşir, amma Antarktida materikin adı Antarktidadır. Burasına diqqət edin. Və buz qatının qalınlığı 2000-dən çoxdur. Və burada yəni buzun altında dedik ki, dağlar, düzənliklər, çökəkliklər, hər şey var. Bütün relyef formalarından var, amma biz bunları görə bilmirik. Qitənin qərbində, bu da Antarktidanın fiziki xəritəsidir uşaqlar. Korичневый rəngdə olanlar, qəhvəyi rəngin çalarları, hündür olan əraziləri göstərir. Yaşıl rənglər, mavi rənglər isə dərinliyi bildirir. Qitənin qərbindən şərqinə doğru həm buz örtüyünün, həm buzaltı relyefin hündürlüyü dəyişir. Ən hündür nöqtə, bunu mütləq bilməlisiniz. Ən hündür nöqtə Vinson masividir, ən alçaq ərazi isə Bert çökəkliyidir. Bəzən Merbert çökəkliyi deyilir. Deməli, ən alçaq ərazi Bert çökəkliyi. Vinson isə bax burada yazıb, Meri yazılıb, heç onu indi oxudum düzü. Burada bax Merbert çökəkliyi var. Ən hündür nöqtəsi isə Vinson dağlıq masividir. Və deməli, burada nə deyəcək? Burada sonra dəyərlənmə mövzusudur. Bəli, dərsimiz bu qədərdir. Antarktida onsuz ki, özü böyük bir materik deyil, hətta kəşf olunmamış materikli deyərdik. Cənub yarımkürəsinin ən soyuq nöqtəsi Antarktidada yerləşir. Fuji günbəzi. -91-92 dərəcə. Bu da Yaponların son ölçmələrinə əsasəndir. Yəni mütləq minimum temperatur indiyə qədər müşahidə olunan ən aşağı temperatur Antarktidada müşahidə olunubdur. Cənub yarımkürəsinin ümumilikdə, yəni yer kürəsinin ən soyuq nöqtəsi hesab edilir. Şimal yarımkürəsində isə ən soyuq nöqtə Oymyakondur. Rusiyanın ərazisində Saxa-Yakutiyada Oymyakonda müşahidə edilmişdir. 70 dərəcə, 71 dərəcə. Deməli, gəlin indi tapşırıqlarımıza keçək. Çox güman ki, dəyərlənməni də sizlərə izah edəcəm. Bu dəqiqə çəkirəm və bu dəqiqə də paylaşıram. Çünki əvvəlcədən çəkməyə vaxtım olmayıb mən bunları. Deməli, hündürlük şkalası Antarktidanın relyefinə ilə fərqlənir. Hündürlük şkalasından istifadə edərək A və C xətti üzrə hündürlüyün necə dəyişdiyini müəyyən edin. Hündürlük şkalası, ümumiyyətlə şkalanı bayaq göstərdim ki, yəni qəhvəyi rəngin çalarları artdıqca bilirik ki, həmin ərazidə hündürlük çoxalır, yaşıl rəngdə isə əksinə. C-dən A-ya doğru birinci şərqi Antarktida platosu yerləşir ki, onda hündürlüyü təqribən 0-1000 metr arasında dəyişir və cədvələ baxsaq biz bunu görərdik. Daha sonra isə Transantarktida dağları gəlir, var idi orada profildə. Onun hündürlüyü təqribən 1500 metrə qədərdir. Sonra Merbert torpağıdır, onda hündürlüyü 0-1500 metr dərinliyinə qədərdir. A, B, C şəkillərini əlaqələndirərək suallara cavab verin. Antarktida digər qitələrdən fərqləndirən xüsusiyyət bayaq dedik ki, Cənub qütbündə yerləşməsi və bütövlükdə qarla, qalın buz örtüyü ilə örtülməsidir. Bu qitə ən soyuq qitədir. Canlılar aləmi kasıbdır. Torpaq, bitki örtüyü demək olar ki, yoxdur. Təbii ki, o şəraitdə temperatur o qədər aşağı temperaturda, hətta müsbətə belə qalxmır temperaturu, yay-qış fərqi yoxdur. Özdə qütb gecə və gündüzləri müşahidə edilir. Bunu da əlavə olaraq yaza bilərsiniz. Antarktida haqqında əlavə məlumat olaraq qütb gecə gündüzlərinin müşahidə olunduğu materikdə adını yaza bilərsiniz.
Ən alçaq nöqtə, ən hündür nöqtəsi. Ən hündür nöqtə mətndə də var idi. Vinson dağlıq massividir. 4892. Ən alçaq nöqtə Bentley çökəkliyi idi. 2555. Profildə buz qatının qalınlığının dəyişməsini qitənin relyefi ilə əlaqələndirin. Profil üzrə qitənin buz qatının qalınlığını ən sonda mən sizə göstərəcəm. Deməli, profil üzrə qitənin üzərində buz təbəqəsi daha hündür ərazilərdə nazik, daha dərin ərazilərdə. Düşünün ki, çökəklikdə belə bir ərazi deyək də, çəkə bilsəm, belə bir ərazi desək, bura təbii ki, qar daha çox yağacaq. Çökəklik ərazidə ona görə qalınlığı çox olacaq. Bu isə hündür ərazilərdə qar daha nazik olacaq. Belə əlaqələndirmə budur. Mənim də bildiyim profil istəyir, bizdən profil istəmir. İstəmir. Yox, ona görə də daha ehtiyac yoxdur bunu deməyə. Burada dəyərləndirmə hissəsi var. Dəyərləndirmədə Vəlvələ çayın başlandığı yerdən Xəzər dənizinə töküldüyü yerə qədər relyefin necə dəyişməsini izah edin. Vəlvələ çayı Böyük Qafqazın yan silsilədən başlayır. Böyük Qafqazda Samurda və ovalığı boyunca Xəzər sahili ovalından keçir, sonra da Xəzər dənizinə tökülür. Kanyonvari dərələr axan düzənliklərə çıxdıqda özü ilə dağlardan gətirdiyi suxurları Xəzər dənizinin sahillərinə qədər olan ərazilərdə toplayır. Deməli, Vəlvələ çayı Böyük Qafqazın şimal-şərqindən axır, yan silsilədən başlayır. Samurda və ovalığında, hətta Xəzər dənizinə orada tökülür. Kanyon nədir? Kanyon çay dərəsinin, çay öz yatağını dərinləşdirməsidir. Bəs bu necə baş verir? Çay o halda öz yatağını dərinləşdirə bilir ki, çayın axdığı suxurlar, uşaqlar, çayın keçdiyi suxurlar əhəng daşı kimi suda tez həll olan çökmə mənşəli suxurlardan ibarətdir. Maqmatik suxurlarda bu mümkün deyil. Çay öz yatağını dərinləşdirə bilmir, kanyon yarada bilmir. Dünyada da ən böyük kanyon, ən dərin kanyon demişdik ki, Colorado çayı üzərindədir. Deməli, böyük kanyon. Demək, burada nədən danışacağıq? Xəzər sahili ovalıqdan keçir. Bəli, Xəzər dənizinə kanyon var dərilər. Vəlvələ çayın başlandığı yerdən Xəzər dənizinə töküldüyü yerə qədər hündürlüyün dəyişməsini göstərən profili burada qurmamışam. Deyirəm, axı mən nəsə çəkib göstərəcəydim sizə. Onu sizlərlə ayrıca paylaşacağım ən sonda. Afruca şəlaləsi və Təngəaltı kanyonu Vəlvələ çayının təqribən hansı hissəsində yerləşir? Afruca şəlaləsi, Təngəaltı kanyonu Vəlvələ çayının sağında yerləşir uşaqlar. Profil üzərində çay boyu keçən dağ və düzənliklər onların hündürlüyünə uyğun qeydlər edim. Bunu da cavablandırmamışam, sonunda baxacağam. Bu dağ və düzənliklərin hündürlüyünə və mənşəyinə görə hansı düzənliklərə aid olduğunu müəyyən edeyim. Yan silsilə hündür dağlara aid tektonikdir. Təbii ki, Azərbaycanda bütün dağlar tektonik, amma Kiçik Qafqaz dağlarında bir neçə vulkanik dağlar mövcuddur. Qusar-Mal düzənliyi denudasiyon düzənlikdir, yəni yayladır və yaxud da platodur. Samurda və ovalığı akumulasiya düzənliyidir, toplama nəticəsindədir, yəni ovalıqdır. Verilən relyef formaları hündürlüyünə əsasən bu nəticəyə gəlmək olar. Azərbaycan inzibati xəritəsində istifadə edərək Vəlvələ çayının hansı rayonlardan keçdiyini, Vəlvələ çay Quba, Şabran və Xaçmaz rayonlarının ərazisindən axır. Quba rayon ərazisində Xaçmaz və Şabran rayonlarına nisbətən daha yüksəkdə yerləşir. Vəlvələ çay üzərində kanyon və şəlalələrin yaranma səbəbi bayaq dediyim kimi özü ilə yuyulan suxurlardan keçdiyi üçün özü ilə həmin suxurları yuyaraq Xəzər dənizinə aparır. Nəticədə dərəsi dərinləşərək kanyonvari forma alır. Onları yazmışam. Alır olmalıdır təbii ki. Profildə izah edəcəm, sizə şəklini göstərəcəm. Bayaqki dərsdə deməli burada gördüyünüz kimi Vəlvələ çayın şəklinin adını görə bilirik. Fiziki xəritədən bunu görmək mümkündür. Yenə qələmi götürə bilmirəm. Fiziki xəritədə biz Vəlvələ çayı görə bilirik. Hansı rayonların ərazisindən keçir adlarını da dedik. Hansı düzənliklərdən keçdi, bunu da gördük. Bu arada, yəni Vəlvələ çay Böyük Qafqazın şimal-şərqindən axır dedik və Xəzər dənizinə tökülür. Qələmi deyəsən götürdüm. Bəli, bu Vəlvələ çaydır. Yan silsilədən başlayır. Buradan Xəzər dənizinə tökülür. Okean səviyyəsindən aşağı -27 metr dərinliyə malikdir həmin ərazilər. Deməli, ümumiyyətcə Böyük Qafqazın şimal-şərqindən axan bütün bu çayların əksəriyyəti kanyonvari dərələr yaradır. Bu da Təngəaltı dərəsidir. Bəlkə də bir çoxlarınız orada olmuşsunuz. Bu isə Afruca şəlaləsi, Vəlvələ çayı üzərində Afruca şəlaləsi. Şəxsən özüm canlı şəkildə görmüşəm bunu. Burada baxın, dərinlik və hündürlük şkalasıdır. Hipsometrik şkala deyirlər, hündürlük şkalası.
Burada 3000-dən yuxarı zirvələrin olduğunu müşahidə edirik. Təbii ki, bir çox zirvələrin hündürlüklərini üzərinə göstərir. Ən hündür zirvələrimiz Şahdağ, Bazardüzü, Tufan dağ hamısı 4000-dən yuxarı zirvələrdir. Burada Baba dağ var. Baba dağdan sonra artıq hündürlük nisbətən azalır. Xəzər dənizinə doğru hündürlüyün azaldığını görə bilirik. Dübrar dağ ümumiyyətcə aşağı 2205 metr hündürlüyü var. Və burada tapşırıqları yerinə yetirdik. Bir də ümumiləşdirici tapşırıqlar var buradan elə üzərində demək olar. Yer kürəsinin ən hündür relyef forması dağlardır, ən alçaq relyef forması çökəkliklərdir deyə bilərik. Ən hündür relyef forması məsələn Camalonqma zirvəsidir, ən alçaq relyef Ölü dənizi quruda, amma okeanda məsəl üçün deyə bilərik Marian çökəkliyidir. Sonra qrafikdə təsvir edilmiş bu profil deyir hansına uyğun gəlir, hansı xətti üzrə uyğun gəlir. Deməli aşağısı sıfırdan aşağı olmalıdır və ən yüksək zirvədə 4000-dən yuxarı olmalıdır. Bunu da biz A və B xətti üzrə görə bilirik. A, B xətti üzrə bunu müşahidə etmək olar ki, aşağıya qədər, yəni okean səviyyəsinə qədər bu düşməlidir. Bəli, hansı xəttə uyğun olduğunu gördük. Okean və kontinent tipli relyef formalarını Eyler-Venn diaqramında müqayisə edən okeanların relyefi və qitələrin relyefi nahamarlıqlardan ibarətdir. Təbii ki, okeanların altı da, həmçinin qitələr də deməli nahamarlıqlardan ibarət. Ən hündür hissəsi vulkanik adalar təşkil edir. Okeanlarda vulkanik adalardır, bəli. Hətta bəzən demişdim ki, okean daxilində olan dağlar bəzən su səthinə çıxır və vulkanik adalar yaradır. Dağların ən hündür hissəsi zirvə adlanır. Bu artıq qurudakı dağlardan söhbət gedir. Yer qabığının ən qalın hissəsini sıra dağlar təşkil edir. Qurudakından dağ sistemləri litasfer tavlarının toqquşmasında yaranır. Şöyle litasfer tavlarının toqquşmasında ayrıca adını çəkmir. Məsəl üçün okean və materikin toqquşması mı deyir, yoxsa iki materikin toqquşması? Qurudakı, yəni qitədəki dağları yaradan iki quru litasfer tavasının toqquşmasıdır. Yəni iki materik tipli litasfer tavasının toqquşmasından yaranır. Amma okeandakı dağlara litasfer tavaların toqquşması bir okean, bir materik litasfer tavasının toqquşmasından yarana bilər. Məsələn, quruda sıra dağlar. Amma okeanlarda olan dağlar divergent, yəni ayrılmadan yaranır. Okeandakı sıra dağlar ayrılmadan yaranır. Amma bir materik bir okeanla toqquşanda demişdik biz Cənubi Amerikada, məsəl üçün burada fiziki xəritənin şəkli olmalıdır. Cənubi Amerikada biz demişdik ki, burada Ant dağları var. Ant dağlarının yaranma səbəbi burada Nazca litasfer tavası ilə Cənubi Amerika litasfer tavalarının toqquşmasıdır. O iki litasfer tavasının toqquşma zonasında Ant dağları yaranır və novlar yaranır. Baxın, Peru novunu biz burada göstərmişdik. Peru, Çili novları əmələ gəlir. Novların yaranma səbəbi də, dağın yaranma səbəbi də nə oldu? Materik və okean tipli litasfer tavasının toqquşması oldu. Burada isə Afrika ilə Avrasiya toqquşduğu üçün quruda sıra dağlar əmələ gəlir. Qurudakı bax bu dağların Alp, Himalay, Qafqaz, Karpat və s. bu dağların yaranma, hətta Atlas dağlarının formalaşmasına səbəb iki kontinent litasfer tavasının toqquşmasıdır. Amma okeandakı relyef formaları, məsəl üçün, bax bunlar Orta okean sıra dağları idi və bunların bəzən zirvələri suyun altına çıxaraq vulkanik adaları yaradır. Bunların yaranmağına səbəb nə olacaq? Okean litasfer tavalarının divergent, yəni ayrılma sərhədində olmalarıdır. Yəni divergentdə yaranan dağlardır. Ən geniş sahəni tutan düzənliklərdə qranit qat mövcud deyil. Bu təbii ki, okeanların relyefinə aiddir. Abisal düzənliklər var idi. Abisal düzənliklər sırf okean tipli litasfer tavasına aid idi. Ona görə də qranit qat yoxdur. Ümumiyyətcə, materiklə okeanın fərqi nədir? Materiklərdə qranit qat var. Çökmə qranit və bazaltdan ibarətdir. Ancaq okeanlarda qranit qat yoxdur. Sadəcə bazalt və çökmə qatlardan ibarətdir. Nahamarlıqlardan ibarət hər ikisi ən hündür hissəsində vulkanik adalar var. Okeanlarda dağların ən hündür hissəsi zirvə adlanır. Qitələrdə yer qabığının ən qalın hissəsini sıra dağlar təşkil edir. Təbii ki, quruda dağ sistemləri litasfer tavlarının toqquşmasından yaranır. Qitələrdə ən geniş sahəni tutan düzənliklərdə qranit qat yoxdur. Okeanlarda. Belə nöqtələrin yerinə uyğun olanları yazın. Quruda ən hündür dağ zirvəsi Camalonqmadır, yəni Asiya qitəsində yerləşir. Everest dağıdır və yaxud da Camalonqma ikinci adıdır. Ən alçaq nöqtə isə yenə Avrasiya qitəsi, Asiya qitəsində yerləşir. Ölü dənizdir.
və ən geniş qıxor çökəkliyi, Ölü dəniz, yəni qıxor çökəkliyi yadınıza gəlsə bunu da keçmişdik. Ən geniş abissal düzənliklərin yayıldığı okean, ən genişi sahil cənubi olan Sakit okeandadır. Ümumiyyətlə şelf zonası soruşulsa, hansı okeanda şelf daha çoxdur? Bütün okeanlarda var. Bütün okeanlarda sıra dağlar var. Bütün okeanlarda abissal düzənliklər var. Amma şelf zonası ən çox Şimal Buzlu okeanda daha çoxdur. Dünyanın ən dərin novu Marian çökəkliyi idi ki, o da harda yerləşir? Sakit okeanda. Ən böyük qitənin hündür yeri ilə ən böyük okeanın dərin yeri. Ən böyük qitənin hündür yeri, yəni Asiyadan söhbət gedir. Ən hündür nöqtə Camalogmadır. Ən alçaq yeri, ən dərin yeri isə Txor çökəkli B variantı olacaq. Belə, inanıram ki, hər biriniz üçün hər şey aydın oldu. Hər birinizə uğurlar arzulayıram. İnşallah ikinci hissədə tətildən sonra görüşəcəyik.